Duran Tovuz konferans liqasına buraxılmadı və bunu 3 fərqli səbəblə sizə açıqlayıram. Görək siz hansını fikirləşmisiniz, yazarsınız şərh bölməsində. Olur da ne olsun, indi futboldur, belə qərar veriblər. UEFA indi yatın bileti baxırdı oyanıb, ne olacaq ki, 2 saat, yəni olur, heç nə. Qərara uymaq lazımdır. Sənətlər niyə etmişdi görürsən? Sənətlər niyə yox idi ümumiyyətlə? Çox maraqlıdır, o da maraqlıdır həqiqətən. Niyə Suarez Turan adından qorxdular? Dedilər, Qarabağ 4-5 il, 10 il, nə bilim, at oynadı. İndi Turan çıxdı bir də. Gələcək bu da 3-5 il olacaq Qarabağ kimi. Turan birliyi də, nə bilim, nə o. Qorxdu, UEFA qorxdu, başqa açıqlaması yoxdur bunun. Yəni, ehtimal çəkilənlər var. Azərbaycandan onları kimsə oyadıb, yatmış UEFA-nı oyadıblar. Ona görə də Turanın qarşısını kəsin. Çəkilənlər, başqa nə olur bəlkə. Bəli, buyurun siz də fikirlərinizi yazın, sizdə hansı oldu ümumiyyətlə?